Bir əsas səbəblərdən, yəni nəyi fikirləşmək lazımdır? Qaraciyər. Yəni qaraciyər testosteronun başlanğıc maddəsi var da. Testosteron kişi hormonudur. O testosteronun materialı, yəni o nədən ki hazırlanır? O material qaraciyərdə əmələ gəlir. Qaraciyərdə hazırlanır. Xolesterin tərkibli maddələr, hansından ki testosteron və estradiol, yəni kişi və qadın hormonu alınır. Onlar qaraciyərdə hazırlanır və verilir xayıya. Əgər qaraciyər yaxşı işləmirsə, avtomatik olaraq burada yəni cinsi zəiflik yaranır. Sonra qaraciyərin özündə xüsusi bir maddə var, steroid birləşdirici maddə. O maddə çox ifraz olunanda, xüsusən bu kimlərdə çox ifraz olunur? Yaşı 30-u 40-ı keçmiş insanlarda, piyələnməsi olan adamlarda, spirtli içkilərə meyilli olan adamlarda, qaraciyərdə piyələnməsi olan adamlarda bu steroid birləşdirici hormonun miqdarı artır və başlayır o testosteronu bağlamağa. Onda insanlar gedir, indi bilməməzlikdən, bəzən də həkimlərin düzgün yönəltməməzliyindən gedib həmişə ümumi testosteronu yoxlayırlar. Ümumi testosteronu yoxlamağın mənası yoxdur. Nəyə görə? Ümumi testosteron dəqiq məlumat vermir. Çünki testosteronun bir hissəsi həmişə bağlı olur qlobulinlərlə. Yəni bu həmən dediyim maddələrlə, qaraciyərdən ifraz olunan maddələrlə bağlı şəkildə olur. Ona görə o bağlı olan testosteron da işləmir. Ona görə xəstə biraz təəccüb qalır da. Baxır ki, testosteron normaldır, yaxşı həddədir, hətta bəzən normadan yuxarıdır, amma cinsi zəiflik var. Səbəb nədir? O testosteron işləmir. Əsl işləyən testosteron, yəni əsl işləyən testosteronun göstəricisi sərbəst testosterondur. Yəni yoxladanda, özünüzü müayinə edəndə həmişə sərbəst testosterondur. Əlbəttə, indi insanlar özləri öz başına analiz verməkləri düzgün deyil. Bunun həkimin nəzarəti ilə eləmək lazım, həkimin məsləhəti ilə. Amma həmişə bunu həkimə demək lazım ki, həkim bəlkə bir sərbəst testosteronu da yoxlayaq. Nə olar ki, burada məndə də olur. Məsələn, pasiyent nəsə təklif edir, mən onu qəbul edirəm. Həm də nəyə görə bilirsiniz, insanlar bu dəqiqə elə də imkanlı deyil. Nəsə yazanda biraz tərəddüd edirsən. Ona görə pasiyentdən soruşursan ki, bunu da əlavə eləsəm imkanın çatarmı? İmkanın çatırsa bunu da yoxlayaq. Bu da lazımlı şeydir. Yəni o mənada həkim yazanda analizləri həmişə ona təklif edin ki, sizdə sərbəst testosteron yoxlansın. Sonra başqa hormonlar var.